Salam, hər vaxtınız xeyirli olsun. Hazırda dayanacığa, məktəbə yaxın belə bir 2 mərtəbəli 4 otaqlı həyət evi satışdadır. Evin sənədləri tam qaydasındadır. Evində torpağında sənədlər var, çıxarış mülkiyyəti və ipotekalı ev almaq istəyənlər asanlıqla bu evi əldə edə bilərlər. Görünür ki, bax belə bir geniş həyəti var. Yəni 4-5 maşın rahatlıqla həyətində saxlamaq olar və güləşmək üçün də, ağac əkmək üçün də yer saxlanılıbdır. Kommunal xətlərin hər biri çəkilib, kanalizasiya sistemi mərkəzidir. Həyətində su xətti çəkilib. Bir daha evin üst görünüşünü göstərim. Bax belə bir trap xətti də çəkilibdir. Evin yan tərəfinə belə və arxa tərəfinə də keçməyə yeri var. Rahatlıqla yəni keçmək mümkündür evin arxa tərəfinə də. Evə daxil olduqda belə bir geniş dəhlizi, ikinci mərtəbəyə qalxmaq üçün pilləkəni. Burada sol tərəfdə bax belə bir genişlikdə zal otağı yerləşir. Böyle bir geniş zal otağıdır ki, təxminən bir 9-10 metrə belə uzunluğunda və 3 metrdən artıq, 3,5 da enində belə bir zal otağı. Onu da qeyd edim ki, otaqların qapıları dəhliz açılır. Bura isə mətbəxidir. Belə bir mətbəxi, döşəməsi laminatdır, metlaq vurulubdur, metlaqdır döşəməsi və istilik sistemi də çəkilibdir. O döşəmədə istilik sistemidir və pəncərələr də evin yan tərəfinə, yəni öz həyətinə baxır. Bura isə birinci mərtəbədə yerləşən hamam otağı. Qeyd etdiyim kimi evin sənədləri tam qaydasındadır. İpotekalı ev almaq istəyənlər bu evi asanlıqla əldə edə bilərlər. Bura isə pilləkən altında bax belə bir qardırop yeri yığılıbdır ki, müəyyən əşyaları yerləşdirmək. İkinci mərtəbəyə qalxdıqda balkonu və 3 yataq otağı, hamam otağı yerləşir. İlk önce bax burada ikinci mərtəbədəki hamam otağını göstərim. Metlaq kafelli və göründüyü kimi ev tam təmirli vəziyyətdədir. Divar kağızları da çox gözəl zövqlə açıq rəngli, bax belə bir işıqlı divar kağızları vurulubdur ki, otaq da işıqlıdır. Hər bir otağa gün işığı düşür. Evin başlanğıc qiyməti 110.000 manat deyilir və real alıcıya indirim olunacaqdır. Bura isə balkonu. Bu ev haqqında əlavə məlumat almaq istəyənlər aşağıda ekranda göstərilən nömrə ilə əlaqə saxlayıb ətraflı məlumat əldə edə bilərlər.